Uyğun tərəfləri paralel olan bucaqlardan biri o birinin 5də bir hissəsi qədərdir. Bu bucaqların fərqinin modulunu tapın. Uyğun tərəfləri paralel olan bucaqlardan əgər bunlar bir-birinə bərabər deyilsə, deməli biri iti, biri kör bucaqdır. Və biri digərinin 5də bir hissəsini təşkil edirsə, böyük bucağı 5x olaraq götürsək, kiçik bucağımız x qədər olar. Və uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabər olur, ya onların cəmi 180 dərəcə olur. Burada biri iti, biri kör bucaq olduğu üçün onların cəmi 180 dərəcədir. Yəni x üstəgəl 5x bərabərdir 180 dərəcə. Və buradan da 6x bərabərdir 180 yazırıq. X də bərabərdir 30 dərəcə. Deməli kiçik bucağımız 30 dərəcədir, böyük bucaq isə 30 vurulsun 5, yəni 150 dərəcədir. Bizdən bu bucaqların fərqinin modulunu istəyir. 150 dərəcədən də çıxsaq 30 dərəcəni bərabərdir 120 dərəcə alarıq.